Salam xanımlar, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bu videoda sizinle hazırlanması çok asan olan ve çok dadlı olan kartof kotletinin reseptini bölüşeceğim. Videoda da gördüğünüz kimi bütün tərəvəzlərin hər birini tertemiz bol suyla yuyub, qurulayıb, bu formada təmizləyib doğrayıcıdan keçirdirəm. Üzərinə yumurta, suxari unu, zövqə görə ədəvalar və şüyüd əlavə edirəm. Siz zövqə görə başqa göyərtilər də əlavə edə bilərsiniz. Məndə yumurta kiçik olduğu üçün sonradan birini də əlavə etdim. Ərzaqların miqdarını aşağıda açıqlama bölməsində qeyd edəcəm. Oradan rahatlıqla oxuyub hazırlaya bilərsiniz. Bu formada yoğururam və qızdırdığım tavaya yağ əlavə edirəm. Qaşıqla forma verib kotletlərimi tavaya düzürəm və qapağını örtüb hər iki tərəfini qızardıram. Həqiqətən çox yüngül və dadlı bir kotlet alınır. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və videomuzu bəyənməyi, fikirlərinizi isə bizimlə bölüşməyi unutmayın. Hələlik.